Salam. Bugün kimya 8-ci sinif yeni dərslərə əsasən tərtib olunmuş iş dəftərinin mövzu izahına baxırıq. Bölmə 1-də mövzumuz atomun quruluşu və dövrü cədvəl. Birinci sualdan başlayaq. Qrafik təsvirlərə əsasən boşluqlara uyğun ifadələri yazın. Biz atom quruluşunu əvvəlcədən nəzər yetirəndə gördük ki, atom quruluşu xaricdən elektron səviyyələrindən, elektron təbəqələrdən və yaxud da digər adı energetik təbəqələrdən təşkil olunubdur. Energetik təbəqə deyilməsi səbəbi mövzunun içərisində izah olunmuşdur. Enerjilərinə görə bir-birindən fərqlənən təbəqələr olduğuna görə energetik təbəqə deyilir. Yəni atom xaricdən energetik təbəqələrdən və burada energetik təbəqəni ifadə etməyə çalışıbdır xarici hissədə. Daha sonra biz bilirik ki, energetik təbəqə və yaxud da energetik səviyyə yarım səviyyələrdən ibarətdir. Burada nümunə olaraq 3-cü təbəqəni göstəriblər. 3-cü təbəqəmiz 3S, 3P və 3D yarım səviyyəsindən ibarətdir. Həmçinin yarım səviyyələr də orbitallardan təşkil olunubdur. Növbəti bizdən tələb olunan orbitaldır. Təbii ki, daha da soruşsa orbitalda elektronlar yerləşir və oradakı orbitalların sayından asılı olaraq elektron sayı da dəyişir. Növbəti sualımız enerjilərinə görə bir-birindən fərqlənən energetik səviyyə və yaxud da energetik təbəqədə hansı yarım səviyyələr yerləşir, onun haqqında olan sualımızdır. Bilməliyik ki, birinci energetik səviyyəmiz 1S yarım səviyyəsindən, ikinci energetik yarım səviyyəmiz 2S və 2P yarım səviyyəsindən, üçüncü energetik səviyyəmiz 3S, 3P və 3D yarım səviyyəsindən ibarətdir. Hansı yarım səviyyələr mövcuddur? Yuxarıda əslində həmin sualın cavabını vermişik. Məsələn, bizim ikinci səviyyəmizdə, yəni ikinci energetik təbəqəmizə fikir versəz, sadəcə 2S və 2P-dən ibarətdir. Yəni 2D yoxdur. Daha sonra biz birinci energetik səviyyəmizə fikir versək, sadəcə 1S yarım səviyyəsindən ibarətdir. Yəni 1P anlayışı yoxdur. Üçüncü sualımız, energetik səviyyənin nömrəsini N ilə işarə etdikdə, bu energetik səviyyədə olan elektronların maksimal sayını hesablamaq üçün 2N kvadratı düsturundan istifadə olunur. Bu düsturun çıxarışını necə təklif edərdiniz? Təbii ki, düsturun çıxarışının müəyyən bir qanuna uyğunluğu var. Bunun əsaslandırmasını yazmışam. Yenidən nəzər yetirək. Hər energetik səviyyədə müəyyən sayda orbital mövcuddur. Hər bir orbitalda isə maksimum 2 elektron yerləşir. Orbitalların sayını N kvadratı düsturundan ifadə edə bilərik. Bunu biz tətbiq etdikdə bu qaydanı çıxarda bilərik. Bu həmin səviyyədə S, P, D, F orbital növlərinin cəmi. Bu orbitallardakı maksimum elektron sayı isə biz bilirik ki, bir orbitalda 2 elektron yerləşir. Buna əsasən 2 də orbitallarımızın sayına vururuq. Çünki bir orbitalda 2 elektron yerləşir. Nəticədə düsturumuz 2N kvadratı olur. Açıqlamasını burada yazmışam. Yenidən nəzər yetirə bilərsiniz. Dördüncü sual. Uyğunluğu oxlarla göstərin. Biz bilirik ki, S yarım səviyyəsi fəzada sferik formada hərəkət edir və hərəkət etdikdə bir tərəfə istiqamətlənir. Bu səbəbdən nüvə ətrafında hərəkət etdikdə bir orbital verir. P yarım səviyyəsi fəzada 3 tərəfə istiqamətlənirdi. X, Y, Z oxu boyunca 3 tərəfə istiqamətləndiyinə görə orbital sayımız 3 olur. D yarım səviyyəsi isə 5 tərəfə istiqamətlənir. Bu səbəbdən orbital sayı 5 olur. Əgər bizə F-i də versəydi, təbii ki, F-də fəzada 7 tərəfə istiqamətlənərdi. Bu səbəbdən orbital sayımız 7 olardı. 5-ci sual. 3-cü energetik səviyyədə neçə yarım səviyyə və orbital, bu orbitallarda maksimum neçə elektron yerləşir? Əslində, bayaq bu suala cavab vermişdik. 3-cü energetik səviyyəmiz 3S, 3P və 3D yarım səviyyəsindən ibarətdir. Biz bilirik ki, S yarım səviyyəmiz 1 orbitaldan, P yarım səviyyəmiz 3 orbitaldan, D yarım səviyyəmiz 5 orbitaldan ibarətdir. Ümumilikdə topladıqda 3-cü energetik səviyyəmizdə 9 orbital. Hər orbitalda 2 elektron olduğunu nəzərə alsaq, bu zaman həmin səviyyədə olan maksimum elektronlarımızın sayı isə 18 olur. Uyğun olaraq yerlərinə yazırıq. 6-cı fikir, ifadələri Euler Venn diaqramı üzrə ayırın. Əvvəlcədən ayırmışıq. Yenidən nəzər yetirək. Deməli, bizim yarım səviyyələrimiz 3S və 3P yarım səviyyələrin müqayisəsi nəzərdə tutulubdur. Birincidə deyir ki, 3-cü energetik səviyyədə yerləşir. Bəli, həm 3S, həm də 3P yarım səviyyəsi 3-cü energetik səviyyədə yerləşir. Buna görə də hər ikisinə aiddir.
Qrafik olaraq bir kvadratla təsvir olunursa, bu deməkdir ki, bunun bir orbitalı mövcuddur. Yəni fəzada bir tərəfə istiqamətlənir. Biz də bilirik ki, s orbitalları fərqi yoxdur. İstər 1s-də, istər 2s, istər 3s, istər 4s-də olsun. Bunlar s orbitalları fəzada bir tərəfə istiqamətlənir. Bu səbəbdən də 2-ni deməli 3s-ə, yəni s orbitalına götürürük. 3 orbitaldan ibarət olansa təbii ki, P yarım səviyyəsidir. Fəzada 3 tərəfə istiqamətlənir, qeyd elədik. Kürə formasında olansa yenə s orbitalı olur. 7. Düzgün və səhv ifadələri müəyyənləşdirin. Birinci fikrimiz, birinci energetik səviyyədə maksimum 2 elektron olur. Bəli, birinci energetik səviyyəmiz bildik ki, S yarım səviyyəsindən ibarət olur. S yarım səviyyəsi bir orbitaldan ibarət olur, bir orbitalda 2 elektron olur. Fikir doğrudur. B variantı, birinci energetik səviyyədə olan elektronların enerjisi ikinci energetik səviyyədə olan elektronların enerjisindən çox olur. Mövzunun içərisində də geniş izah olunubdur. Bilirik ki, nüvəyə yaxın olan energetik səviyyədə olan elektronlar enerjisi daha az olur. Çünki enerjisi azdır, yəni nüvəyə yaxın olduğuna görə daha yaxşı cəzb olunur. Yüksək enerjiyə ehtiyacı yoxdur. Amma nüvədən daha uzaqda olan, yəni daha uzaqdakı energetik təbəqədə olan elektronlarımızın enerjisi daha yüksək olmalıdır ki, nüvə tərəfindən daha yaxşı cəzb olunsun. Burada verilən fikir deyilənin əksi olduğuna görə yanlışdır, qeyd olunubdur. C. D orbitalında maksimum 6 elektron olur. Biz bayaq qeyd elədik ki, D orbitalı fəzada 5 tərəfə istiqamətlənir. Yəni D orbitalının 5 orbitalı mövcuddur. Və biz bilirik ki, hər orbitalda 2 elektron olduğundan maksimum deyilirsə, burada 10 elektron mövcud olar. Fikir yanlışdır. 2D yarım səviyyəsi mövcud deyil. Bəli, biz bilirik ki, ikinci səviyyəmiz 2s və 2p yarım səviyyəsindən ibarətdir və biz burada 2D-ni görmürük. D yarım səviyyəsi 3-cü səviyyədən formalaşır, yəni 3D-də formalaşır. Fikir doğrudur. İkinci energetik səviyyədə 3 yarım səviyyə olur. İkinci energetik səviyyə yuxarıda qeyd etdik. 2s və 2p yarım səviyyəsindən ibarətdir. Yəni 3 deyil, 2 yarım səviyyədən ibarətdir. Üçüncü energetik səviyyədə D yarım səviyyəsi olur. Bəli, üçüncü energetik səviyyəmiz 3s, 3p və 3d yarım səviyyələrindən ibarətdir. Biz D yarım səviyyəsini gördük. 8-ci sual, boşluqlara orbitalların işarələrini yazın. Biz bilirik ki, Hantelə bənzər orbitallar P orbitallarıdır və fəzada 3 tərəfə istiqamətlənir. Burada görürük ki, Z oxu boyunca istiqamətlənib, buna görə P Z orbitalı deyə bilərik. S 1-dir, yəni fəzada bir tərəfə istiqamətlənir. Çevrəyə, yəni sferik formada olan orbitalımız S orbitalıdır. Eyni qaydada Y oxu boyunca istiqamətlənən PY orbitalımız, X boyu oxu boyunca istiqamətlənən isə PX orbitalımız olur. 9-cu sual, energetik səviyyələr verib, hansı yarım səviyyələrdən ibarət olduğu qeyd olunubdur. Orada orbital və maksimum elektron sayı tələb olunur. Bunları artıq dəfələrdə təkrarlamışıq, yenidən baxaq. Birinci səviyyəmiz sadəcə S yarım səviyyəsindən ibarətdir və S fəzada bir tərəfə istiqamətləndiyinə görə bir orbitalda maksimum 2 elektron yerləşir. İkinci səviyyəmiz 2s və 2p yarım səviyyəsindən ibarətdir. S 1 orbital, P 3 orbital verdiyindən bu səviyyədə olan orbital sayı 4, maksimum elektron sayı 8-dir. Üçüncü səviyyəmiz 3s, 3p və 3d yarım səviyyəsindən ibarətdir. S-də 1, P-də 3, D-də 5 olmaqla orbital sayımız 9 və orada yerləşən maksimum elektron sayı 18. Çünki biz bilirik ki, bir orbitalda maksimum 2 elektron yerləşir. 10-cu sual, mətndə verilmiş boşluqları tamamla. Elektronlar nüvənin ətrafında, bilirik ki, elektronlar nüvənin ətrafında orbitallarda yerləşir. Onların orbitalların hər birində bir yaxud da bir-birinin əksinə hərəkət edən maksimum 2 elektron yerləşə bilər. Onlar formaca bir-birindən fərqlənə bilər. Məsələn, bəzi elektronlar yerləşdiyi orbitallar kürə formasında olur. Bu orbitallar bilirik ki, S orbitalları adlanır. Atomda həmçinin P orbitalları mövcuddur. Bu orbitallar qantil formasında olan 2 ehtimal sahəsindən ibarətdir. Əslində burada 3 ehtimal sahəsindən ibarət
yazılsa daha düzgün olardı. Orbitallar qruplaşaraq yarım səviyyələr əmələ gətirir. S yarım səviyyəsində ən çoxu 2, P yarım səviyyəsində 6, D yarım səviyyəsində 10 elektron olur. Yarım səviyyələr isə qruplaşaraq energetik səviyyələri əmələ gətirir. Bu sualı düşünürəm ki, daha rahat cavab verə bilərik. Çünki yuxarıdakı məlumatlar burada ümumiləşmiş şəkildə qeyd olunubdur və biz boşluqları yuxarıdakı məlumatlara əsasən doldura bilərik.